İmam Hüseyin əleyhissalam Allahdan mənim üçün istəyə bilməz? Heç bir eybi yoxdur. Amma söz buradadır ki, bizim əsas mövzumuz. İmam Hüseyndən biz istəyək. Şəxsi hacətlərimizi də istəyək. Heç bir problem yoxdur. Amma söz buradadır ki, İmam Hüseyndən ancaq və ancaq elə xəstəmin şəfa tapmasını yox. Deyək ki, ağa, ruhum xəstədir, qəlbim xəstədir. Qəlbimdə təkəbbür var, həsəd var, qəlbimdə kim var? Ağa, istəyirəm ki, buna əlac eləyəsin. Ağa, sən cansızlara can verənsən. Bir dənə nəfəsin dəysin mənə, ruhum dirilsin, vicdanım oyansın. Nəfəsin dəysin mənə bəsirətli olum, nəfəsin dəysin mənə çönüm. Sənin nəfəsində dəmi İsa var, İsa nəfəsi var. Mənim əqidəm budur, belədir ki, İmam Hüseyin əleyhissalam belə bir insandır. Hacətlərimizi istəyək, amma şəxsi hacətlərimizlə kifayətlənməyək. Bilək ki, İmam Hüseyin sadəcə bunlar üçün deyil. O səfinətun nicatdır. O məni adi bir bəladan qutaran deyil, cəhənnəm əzabından qutarandır.